Azərbaycanda rüşvət məsələsi, korrupsiya məsələsi ayrı-ayrı bəzi şəxslərin mövzusu deyil. Bu sistem problemidir. Sistem korrupsionerdir, rejim korrupsionerdir. Və rejim korrupsioner olan yerdə korrupsioner olmayan şəxslər o sistemdə çalışa bilməzlər. Və indi də həbs olunanlar ictimai rəy belədir ki, həbs olunanlar sistemin müəyyənləşdirdiyindən əlavə rüşvət alırlar. Yaxud aldıqları rüşvətlərin hamısını sistemin ümumi kassasına daxil eləmirlər. Buna görə həmin şəxslər cəzalandırılır. Rüşvət yalnız indiki dövrdə yox, 90-cı illərin əvvəllərində də olubdur. Sizin də hakimiyyətdə olduğunuz dövrdə də rüşvət olub. Bu Azərbaycanda səbirlə qulaq asıb cavab verməli olacaq. Bu Azərbaycanda ümumi bir bəla kimi qalır. Bugün mən onu deyə bilərəm ki, Azərbaycanda faktik olaraq bu siyasət həyata keçirilir. Yəni siz deyirsiniz ki, icra başçıları ilə bağlı dəyişilir. Başqa bunun yolu nədir? Yəni başqa yolu nədir? Deyəcəm yolu. Mən sizə deyirəm. Yəni bugün mən tutaq ki, dövlət qurumlarına sıx təmasdayam, dövlət qurumlarının fəaliyyətinə baxıram, izləyirəm. Bugün sizin dediyiniz formada, misal üçün Gömrük Komitəsində, ayrı-ayrı nazirliklərdə rüşvətdən söhbət getmir və gedə bilməz. Nə yaxşı. Yəni bugün konkret olaraq dövlətin bir yanaşması var. Dövlətin bir iradəsi var ki, biz bununla mübarizə aparırıq. Və bu mübarizəyə əməl etməyənlərlə də bağlı tədbirlər görülür. Necə deyirsiniz rüşvət yoxdur? Əgər konkret rüşvətə görə həbs ediblərsə adamı. Nəysə bu məsələn bu tərəf. Ancaq təəssüf ki, oponentimiz birbaşa mənim təmsil olunduğum Elçibəy hakimiyyətinə böhtan atdı. Dedi ki, bizdə də korrupsiya ilə məşğul idik. Biz cəmsi bir il hakimiyyətdə olmuşuq, hakimiyyətdən getmişik. Nə eləmişik, nə eləməmişik başqa mövzudur. Amma sonra hakimiyyətə gələn qüvvə, özü kifayət qədər təcrübəli şəxslər illərlə bizim fəaliyyətimizi araşdırdılar. İllərlə. Prezidentin, parlament sədrinin, baş nazirlərin, dövlət katiblərinin və s. Bir fakt axtardılar ki, bir rüşvətə bənzər bir fakt tapılsın ki, o adamları itham eləmək mümkün olsun. Tapılmadı. Və bugünə qədər də Elçibəy hakimiyyətinin aparıcı şəxsləri ilə bağlı bir dənə də olsun rüşvət faktı, korrupsiya ittihamı olmayıb. Çünki olsaydı, hər halda razılaşarsınız ki, bugünkü hakimiyyət belə imkanı əldən buraxmazdı, o faktın üzərinə gedərdi və çox ciddi şəkildə bunu axırına çıxardı. Yox da belə bir fakt. Ayrı-ayrı hallar təbii ki, ola bilər, amma söhbət orasındadır ki, indiki hakimiyyət də deməyə sevir ki, dünyanın hər yerində rüşvət var. Təbii dünyanın hər yerində rüşvət var. Ancaq dünyanın harasında rüşvət varsa, rüşvətə qarşı gerçək mübarizə də var. Rüşvət alan şəxslər müəyyənləşdikcə